edirik. Deməli, deyir ədəd silsilənin ikinci və 10-cu ədədlərinin cəmi. Ədədi dediyi üçün biz A ilə yazırıq. Yəni A2 və A10. Deyir, hədlərin cəmi 26 olarsa, silsilənin ilk 11 həddinin cəmi. İlk 11 həddinin cəmi deyəndə A1 üstə gəl, A11 bölə 2 vur 11-i nəzərdə tutur. Burada A1 üstə A11 gəlib yarıya böləndə əslində belə bir şey vardı bizdə. Baxın, A1 üstə gəl A11, A2 üstə gəl A10-la eynidir. Niyə? Çünki indekslərinə baxanda görsən ki, 10-la 2-ni də toplayanda 12 eləyir, 11-lə 1-i də toplayanda 12 eləyir. İndekslər cəmi eynidirsə, deməli cavabları da eyni nəticəni verməlidir. Yəni elə bil, 26 yazırıq yuxarıya. Böl 2 vur 11. 26-nı 2-yə böləndə 13, 13-ü də 11-ə vuranda neçə alınır? 143 alınır. İnşallah ki, səhv demərəm. 2. Deyir, B-nin hansı qiymətində 25-B bərabər 125 x tənliyin kökü 6 olar. Ümumiyyətlə, tənliyin kökü həmişə nədir? X-dir. Yəni, x-in yerinə 6 yazırıq ki, tənliyin kökü olsun. 25, 5 üstü 2-dir, olur 5 üstü 2B. 125, 5 üstü 3-dür, üstündə də 6 var. Üstün üstü vurulduğu üçün olur 18. 2B 18 isə B olur 9. Keçsək növbəti suallara. Deyir, kvadrat formalı, buranı götürək əvvəla. Deyir ki, kvadrat formalı fiqurun bərabər formalı kiçik kvadratlara bölünüb ştrixlənmiş sayı bütün sayı neçə faizidir? Ümumiyyətlə, baxırıq ki, buradan bura 5 dənə, buradan bura da 5 dənə bölgü var da, düzdürmü? 5-i 5-ə, demək 25 dənə dama var. 25 damadan 3 dənəsi rənglənib. Faizi çevirəndə nə edirik? 100%-ə vururuq. 125-ə böləndə 4, 4-ü isə 12% eləyir. 4-cü sual. Bu 3-cü sual idi. Oldu nə qədər? 12%. Cəbəndə. 4-cü sual. Deyir, katetləri 6 və 8 olan düzbucaqlı üçbucağın kiçik katet ətrafında fırlanmasından. Mən sizə dərsdə demişdim ki, kiçik katet ətrafında fırlanması sözü varsa, fırlanan isə həmişə hündürlüyü təmsil edir. Yəni, burada elə bil ki, kiçik katet ətrafında fırlanırsa, kiçik katet hündürlükdür. Burada, əgər ki, bu fırlanarsa, bu fiqur, fırlananda nə baş verir? Deməli, buradan gəlir belə bir şey, dövr eləyir, elə bil ki. Dövr eləyəndən sonra belə bir fiqur yaranır. Bu belə dairəvi formada fırlanır və nə yaradır? Konus yaradır. Konusunda deyir ki, yan səthinin sayəsini tap. Yan səthinin sayəsi ümumiyyətlə nə idi? Konusda pi, r, l. 6, 8 buranı bilirik ki, 10 qalır Pifaqor teoreminə görə. Pi qalır, r-imiz 8-dir. Elimizdə 10-dur, olur 80 pi. Ümumiyyətlə, düzbucaqlı üçbucağın fırlanmasından həmişə konus yaranır. Sonra bu yanda dedər. Çoxluların birləşməsinin elementlərinin sayını tapın deyir. Birləşəndə nə edirik? Birincini olduğu kimi köçürürük. Daha sonra nə çatışmırsa əlavə edirik. Yəni, misal üçün, 1 çatışmır burada, 3 var, 4 yoxdur, sonra 8 yoxdur, 9 var, 11 yoxdur, 13 yoxdur. Birləşəndə 3 burada, 3 burada, 3 burada, 1 də burada. 10 dənə element yaranır. Birləşmədə ümumiyyətlə birincini götürürsən və birincidə olmayanları ikincidən onun üzərinə əlavə edirsən. Bu sualda köçürmədə məncə problem var. Sualın əsli bu formada olmalıdır.
Çünki bu sual test sorusunda da səhv eləmirəmsə var. Sual bu formada olmalıdır uşaqlar. İnşallah ki, səhv çıxmaz. Belə olmalıdır. Yəni, bu tənlik deyil. X-lə 0 burada olmamalıdır. İmtahan özü də belə olmalıydı. Deməli, uşaqlar, sin kvadratın düsturunu bir dənə qırağa qeyd edək. Sin kvadratı alfa 1 cos 2 alfa bölü 2-yə bərabərdir. Bu da olur 1 olsun, kosinus. Bu bucağı 2-yə vuranda nə qədər olur? Olur 5 pi bölü 2 çıx 2 alfa. 2-yə vurdum buranı da, buranı da. Onda oldu belə bir ifadə. Bölü 2. Bir də elə bilin ki, belə deyək də, alfanın yerinə bizdə bu dayanmışdı. Biz də götürdük, onu 2-yə vurduq, bunu aldıq. İnşallah ki, problem olmaz. Üstə gəlinsin, sin 2 alfa bölü 2. Bu nəyə verir? Yazırıq, köydə 2 vurulsun. Bunları ayrı-ayrı məxrəclərdə yazacağım. Yazacağım 1 bölü 2, çıxılsın. 1 bölü 2 vurulsun. Kosinus 5 pi bölü 2 çıx 2 alfa. Üstə gəlinsin. Bunu da hətta belə yazsa, 2-də 1 sin 2 alfa kimi yaza bilərəm də, düzümü? İndi bunu niyə yazdım belə? İndi mən sizə açıqlama verim. Kosinus 5 pi bölü 2 çıxaq alfa nə məna verir? Çıxaq 2 alfa nə məna verir? Bu 450 dərəcə deməkdir. Çünki pinin yerinə 180 qoyanda 180 bölü 2 90, 95-ə 450. 450-nin içərisində mən 360 boş yerə fırlandığı üçün çıxıram. Yerdə nə qalır? Qalır 90 dərəcə. 90-da ad dəyişirdi. 2-də 1 çıxılsın. 2-də 1 vuraq. 90-da ad dəyişdiyi üçün kosinus olur sin 2 alfa. Burada da bunlar gedir. Köydə 2-ni 2-də 1-ə vuranda köydə 2 böl 2 alınır. Abənd. İnşallah ki, başa düşdünüz. Biraz nisbətən çətindir. Amma sualda biraz problem var idi, onu nəzərinizdə saxlayın. 7-ci sual. Uzunluğu 20 olan parça müstəvidən 16 məsafədə. Bir də müstəvini çəkirik. Uzunluğu 20 olan parça müstəvidən 16 məsafədə olarsa, onun müstəvi üzərindəki proyeksiyası. Burada böyük ehtimal ki, belə bir şey nəzərdə tutur. Necə göstərim sizə? Əslində belə olur. Yəni uzunluq 20-dir, elə bil. Mail kimi. Müstəvidən 16 məsafədədir bu nöqtə. Məncə nöqtə demək istəyib. Nöqtə müstəvidən 16 məsafədədir. Mailin də uzunluğu 20-dir. Və bizdən proyeksiyanı soruşur. Proyeksiya da buradır. X götürək. İndi 16-nın kvadratı üstə gəldi. X-in kvadratı bərabərdir 20-nin kvadratı. Pifaqor teoremindən əldə edirik. 400-dən 256 çıxanda 144. X-ə qalır 12. Oldu? Belə. Çünki orada bir siz nəyə görə belə yazdım? Uzunluğu 20 olan parça deyəndə, müstəvidən deyir 16 məsafədədir, düzümə. Biraz düz çıxmır. İndi parça nə bilirsən ki, belə deyim də, parça belə dayanıb, yoxsa parça belə dayanıb. Bunun hansı nöqtəsindən müstəviyə qədər məsafə? Yəni, məlum deyil, buradanmı, buradanmı, buradanmı? Yəni, ona görə biraz bu tərəfdən yanaşanda daha düzgün olur. Sualların ümumiyyətlə burada köçürülməyində bir balaca problem var. Bu törəmədir. Törəməni boş yerə izah eləmək istəmirəm. Yəni, istəsəz belə keçə bilərəm, amma yəni, onsa buraxılış imtahanından çıxarılıb. 9-a baxaq. Yəni, keçən sınaqlarda düzdür, izah elədim. O bir mənası yoxdur. Bizdə loqaritma imtahanda həmişə düşür. 7 sürüşür 2-nin altda. Olur 7 üstü 2, 49. Sonra 49-dan 21 çıxanda qalır 28. 28-i 2-yə böləndə qalır 14.
Bunları götürək. Əslində bu suallar üçün heç nə yazaq. I üstü 80. Yadınızdadırsa, mən sizə demişdim ki, əgər ki, birinci bu şeylə yadda saxlamaq lazımdır. I üstü 2 mənfi 1 deməkdir. I üstü 3 mənfi i deməkdir. I üstü 4 də 1 deməkdir. I üstü 80 biz 4-ə bölürük. Əgər ki 4-ə tam bölünürsə, deməli 1 verir. I üstü 60 4-ə tam bölünür, deməli 1 verir. I üstü 24 4-ə tam bölünür, deməli 1 verir. Çıxa 3 olur 0. Burada məsələ nədir? Tutaq ki, olsaydı I üstü 43. Biz bilirik ki, 43 4-ə tam bölünmür. Nə qalır? 4-ə böləndə qalıq 3 qalır. Biz 4-ə bölüb qalığı hesablayacaqdıq. Yəni, üstü 50 olsaydı, 48 4-ə tam bölünür, qalıq 2 qalır. Ona mənfi 1 olacaqdı. Yəni, qalığı hesablayırıq. 4-ə tam bölünürsə 1 yazırıq, 4-ə bölünmürsə qalığı hesablayırıq. Keçdik 11-ə. Kök altı 51 hansı iki tam ədəd arasında yerləşir? Kök altı 51 7 ilə 8 arasına düşür. Niyə? Çünki 7-nin kvadratından, yəni 49 ilə 64 arasındadır. Yəni 8-in kvadratı arasındadır. 12-ci suala baxırıq. 3x çıxa 2 bərabər 5. Kvadrata yüksəldirsən 3x çıxa 2 olur. Kvadrata yüksəldirsən 25 olur. 3x 27 isə x 9 olur. Belə. Aha. Sin 2x kötü 3-dürsə, daha doğrusu 2 sin x kökdə 3-dürsə, onda sin 2x olur kötü 3 böl 2. 2x bərabərdir o zaman nəyə? Birincisi, düsturumuz belə idi. Mənfi 1 üstü k vurulsun. Arq sin kökdə 3 böl 2 üstəgəl pi k. Bu qaldı. Sinus kökdə 3 böl 2-ni 60 dərəcədə alır. Yəni, pi böl 3-də alır. Plus pi k. Hər tərəfi 2-yə bölsək, belə bir ifadə qalır. Deyəsən, C bəndidir. ABC'də düz uzalı trapesiyanın daxilinə O mərkəzli çevrə çəkilib. Bizə deyir ki, AB elə bil AD-yə perpendikulyardır. Bir də deyir AB 49-dur. İndi deyir çevrənin radiusu nədir? Biraz da bunu böyüdək. Baxın belə yaxından. Nə deyir? Deməli, deyir ki, burada çevrə çəkilib, AOB 49-sa, deyir çevrənin radiusu nədir? Birincisi, biz bilir ki, buradan bura çevrənin radiusudur. Rəng dəyişək də. Buradan bura çevrənin radiusudur. Və yaxşı bilirik ki, buradan burada çevrənin yenə radiusudur. Ora radiussa, burada radiusu. Buradan belə uzantı versək, bura radiusdur. Onda ora radiussa, bu tərəfdə radiusdur. Uzun sözün qısası. Burada görürük ki, üçbucağa bir dənə diqqət edin. Tərəfimiz 2R-dir. Saat üstü 2-də 1 AH deyilmi? Bəli. 2-də 1 vurulsun, tərəfimiz 2R-dir. Hündürlük də, buradakı hündürlük R-dir. Və bizə buranın nəticəsini verib 49. 2 ilə 2-də 1 gedir. R kvadratı əgər 49-sa, radius 7 olur. Bu qədər. Maraqlı sual idi. Kubun neçə tili var?
Kub deyəndə həmişə zər deyirəm də mən. Yəni, zərdə burada artıq mən neçə dənə xətt çəkdim? 8 dənə, 9 dənə, 10 dənə, 11 dənə, 12 dənə. Ümumiyyətlə, kub prizmanın bir növüdür. Yəni, əslində düzbucaqlı paralelipedin bir növüdür. O üzrə paralelipedin bir növüdür. Paraleliped də prizmanın bir növüdür. Prizmada ümumiyyətlə tillərin sayı düsturu 3-əndir. Kub, belə deyək, dördbucaqlı prizma sayıldığı üçün, yəni oturacağı dördbucaqlıdır axı bu fiqur. 3 vur 4 olur 12-dən. 16. Kəsirin düzgün kəsir olması üçün emin aldığı natural qiymətlərin cəmini tapın. Ümumiyyətlə, düzgün kəsir olması üçün uşaqlar surət məxrəcdən balaca olmalıdır. 30-ün üstə 2 gəndə 35, M də olur 5-dən balaca. Orada da 1, 2, 3, 4 ola bilər, yəni 10 olar. Düzgün kəsir surəti məxrəcindən kiçik olan kəsirə deyilir. 17. Diskriminant bərabərdir. Diskriminantla hesablayırıq. 64 çıxar 4 vur 1 vur 12 qalır 16. X birimiz bizim mənfi B olduğu üçün bura mənfi 8 isə müsbət 8. 16-dan 4 çıxır. 2 vur 1 nə olur? 6. X 2-ni də tapanda 8 çıx 4 böl. 2 vur 1 olur 2. Deməli, köklər 2 ilə 6 arasındadır. 2 ilə 6 arasında bir dənə misalsın 4 ataq. 4 qoyanda görə ödəyirmi? 4-ün kvadratı çıxar 8 vur 4 üstə gəl 12. Yəni 16 çıx 32 üstə gəl 12. Nə qədər edir? Mənfi edir. Yəni elə bil 28 çıxar 32 mənfi 4 edir. Mənfi 4 də ödəyirmi? Ödəyir. Çünki bizə 0-dan kiçik soruşur. 2 ilə 6 arası. Ən böyük tam əl nədir? 2 ilə 6 arasında ən böyük tam əl 5-dir. Çünki 6 daxil deyil. Deyir, çevrə daxilinə çəkilmiş bucağın dərəcə ölçüsü 42-dir. Həmin qövsə söykənən daxili bucağın dərəcə ölçüsü. Çevrə daxilinə çəkilmiş bucağın dərəcə ölçüsü 42-dir. Biraz qəribə qurublar cümləni. Çevrə daxilinə bir dənə bucaq çəkilib, tutaq ki, budur. Və bu bucağın dərəcə ölçüsü 42-dir. Deyir, həmin qövsə söykənən, daxili bucağın, həmin qövsə söykənən, bu qövsə söykənən, daxili bucağın dərəcə ölçüsü 42-dir axı. Bunlar yəqin ki, qövsün özünü soruşmaq istəyirlər. Yenə çapda nəsə xəta olub. 84 dərəcə. Biraz cümlə baş ayaqdır burada. Çünki bura 84 isə, bura 42 olur. Misal üçün, bura 42 isə, tutaq ki, bura 21 düşür. Yəni, yarısı düşür. Əsas odur ki, burada biraz cümlədə qarışıqlıq var, tam aydın deyil. Əsas odur ki, bilin ki, bura nədirsə, bu onun yarısıdır. Çünki daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısına bərabər olur. Bir daha oxuyuram. Çevrə daxilə çəkilmiş bucaq budur uşaqlar. Həmin qövsə söykənən daxili bucağın dərəcə ölçüsü, yəni belə deyək də, ola bilər ki, bəlkə də başqasını deyir, yaxşıkən belə çəkək. Saç ona söykənən başqa bir dənə daxili bucaq, o da yenə 42 olur. Hər iki halda cavab 42-dir. Yəni, burada verilən şərtə görə. Keçsik bura. Bizə deyir, A plus B modulu tapın. Birincisi, gəlin sizə, bunu qısa da yaza bilərəm, sadəcə koordinatları tam başa salmaq üçün. Bura 0-0 koordinatdır. Bura Y2 kəsbsə X0-dır, bura 12-dir. Burada X-i kəsbsə Y0-dır, X-i də 9 verib. Deməli, A-nın koordinatlarını biz birincisi tapmaq üçün neynəyəcəyik? A-nın koordinatlarını tapmaq üçün başlanğıc nöqtədən
Yəni uc nöqtədən oxun olduğu istiqamətdən. Bu arxadakı nöqtəni buranı çıxmalıyıq. Yəni elə bil ki 9-dan 0 çıxacaq, bir də 0-dan 0 çıxacaq. Orada nədən nəyə çıxdığımı bir dənə də fərqli rənglərlə göstərirəm. Bax, 9-dan 0 çıxdım, 0-dan 0 çıxdım. Göstərdiyim ardıcılıqla. Orada alıram ki, mən 9-un 0-aymış bizim koordinatımız. Əslində belə baxanda da 9-un 0 olduğu görsənir. Sadəcə mən sizə uc nöqtənin hesablanmasını göstərdim. Eyni şeyi burada da təkrarlayırıq. Bax, buradakı bu 0-dan çıxıram altdakı 0-a. 12-dən də yenə çıxıram 0-a. Nə qalır? B-nin koordinatı qalır 0-ın 12-yə. Bizə nə deyir? Deyir, toplamasının modulu tap. Birinci, gəlin bunun toplamasını tapaq. Bunları toplayanda həmişə x ilə x-i toplayırsan, 9-un üstə 0, 9, 0 ilə 12-ni toplayırsan, 12. Bu oldu bu. İndi bizə deyir ki, modul tap. Modul nədir? Kök altda kvadratlarla tapılır. 81, üstəcə 144 o da olur. 225, yəni 15 çıxır. Burada bir şey deyim, modul həm uzunluq, həm də mütləq qiyməti təmsil edir. Yəni deyə bilərdi ki, A plus B vektorlarının cəminin mütləq qiymətini tap, nə bilim, uzunluğunu tap, yəni eyni şeylə tapacaqdıq. Aha, burada da 2 dənə sual gizlənib. X qatsını soruşur. Birincisi, x çıxı y 1-dir. Altta baxırıq, x kvadrat çıxı y kvadrat verib, yəni x çıxı y vur, x plus y bərabər 9. Çıxması 1, toplaması onda nə olur? 9. Deməli, çıxanda 1, toplayanda 9 eləyirsə, bunları alt-alta yazsaq, x-in üstə x gələndə 2x, y-lə mənfi y gedir, 1-in üstə 9 eləyir. X nədir? 5. X 5 isə y 4 olmalı ki, toplayanda 9 eləsin. X vur y də onda olur, 5 vur 4, yəni 20. Belə. 21. Yuxarıdakı 20-ci sual idi. Bərabəryanlı trapeziyanın bucaqlarının biri digərindən 5 dəfə böyükdür. Aha. Bərabəryanlı trapeziyamız olsun. Bucaqlarının biri digərindən 5 dəfə böyükdür. Bərabəryanlıqda ümumiyyətlə sizə bir dənə söz deyim, oturacaq bitişik bucaqlar eyni olur. Yəni, bu aşağıdakılar bununla bu eynidir, yuxarılar da bir-birlərindən eynidir. Sadəcə, burada fərqli olan aşağı ilə yuxarıdakılardır. Bura x-dir, elə bil, bura 5x-dir. Düzdürmü? X ilə 5x-in cəmi deyir 180 olmalıdır. Niyə? Çünki yuxarı oturacaqla aşağı oturacaq paraleldir. 6x əgər 180 isə, x düşür 30 dərəcə. Burada bizə deyir ki, hündürlük 9-dur. İncə belə göstərmişsə. Bura 30, bura 150. Düzdürmü? Buradan bir dənə xətt ayırırım. Onda burada 30. 150 olması üçün bura 60 qalır. Niyə? Çünki 30, 90, 60. Onda burada 9 qarşı 150 olsun. Düzdürmü? Hündürlüyü verib bizə 9. 30-un qarşısına kat et 9-sa, bura 18 olur. Yenə deyirəm, 30 dərəcə bucaq qarşısına kat et, hipotenuzun yarısıdır. Bura 18-dir. Bərabər yanlı olduğu üçün burada 18-dir. Bəs deyir, daxilinə çevrə çəkilib. Daxili çevrə çəkiləndə yadınızda saxlayın. Yuxarı oturacaqla aşağı oturacağın cəmi, yəni A plus B-nin cəmi üzrə olan digər tərəflərin ölçüsünə bərabər olur. Yəni, belə deyək də, yuxarı ilə aşağının cəmi, A plus B-nin cəmi, solla sağın cəminə bərabər olur. Əgər çevrə daxilə çəkilibsə. A plus B nə oldu? 36. Bəs bizdən nəyi soruşur? Perimetri soruşur. Perimetrin içərisində A plus B də var, bir də 18-lər var. Bunlar da olur 72. İnşallah ki, aydındır. Yenə deyirəm. Daxilə çevrə çəkilibsə, daxilə bir çevrə çəkilibsə, A, B, C, D. A plus C-nin cəmi B plus D ilə eyni olur. Sadəcə daxilə çevrə çəkiləndə.
bərabər yanlı üçbucağın yan tərəfinə paralel orta xətti 5-dir. Orta xətti 5-dir. Bura 5-dirsə, orta xətt 5-dirsə, yan tərəf onda məcbur 10 olur. Çünki paralel olduğu tərəfin yarısı sayılır həmişə orta xətt. Bura 10-dırsa, bərabər yanlı olduğu üçün sol tərəf də 10-dur. Üçbucağın perimetri 32-dirsə, 10, 10 aşağı qalır 12. Oturacağın uzunluğu olur 12. Asan sualdır. 20-dən böyük olmayan natural ədədlər içərisində 20 ilə qarşılıqlı sayda olan neçə dənə natural ədəd var? Uşaqlar, burada 2 dənə yol var. Mən saysam bundan daha yaxşı olar. Belə saymaqla da o birisi yol da var. Bir dənə sayaq deyək. 20-dən kiçik. Yəni 20 nəyə bölünür? Gəlin belə danışaq. 20 2-yə bölünür. Sonra 5-ə bölünür. Elə bir 2-yə və 5-ə bölünənləri götürmürsünüz. Götürürsünüz, misal üçün 1-i, 3-ü. Cütləri götürə bilmirik, çünki 2-yə bölünürlər. 5-i götürəmirik, 5-ə bölünür. 7, 9, 11, 13, hətta. Sonra 15 götürə bilmirik, 5-ə bölünür. 17 və 19. Neçə dənə oldu? 8 dənə. Biraz saymağım yaxşı deyil. Belə. Belə bir şeylə də yoxlamaq olar. Gəl bir də elə belə yoxlayaq. Bu yolla da olar. 20 vur, 2-də 1, vur, 5-də 4. Bu nə olur? Elə bil. 20 vur, 10-da 4 olur. 2 qalır, 8 edir. Burada birbaşa cavab tapılır bu yolla. Bu nə üçündür? Daha böyük ədədlər üçün bu daha yararlıdır. 20-yə qədər 20 ilə qarşılıqlı sayda ədədlər olanda bu qayda ilə, altdakı qayda ilə yazırsınız. Bu 2 ilə 5, buradakılardır, dişlərini ağardılar. 2 və 5. Misal üçün, orada fərqli 3 də olsaydı 3 yazacaqdınız. Amma eyni ədədin nə qədər olursa olsun, misal üçün, görsən 2-dən 2 dənədir, bir dəfə yazmışam. Fərqli bir sadə vuruğu olsaydı, onları da yazacaqdınız. Misal üçün, 3 olsaydı, 3-də 1-ə də vuracaqdınız. 2 zəri bircə artıqda düşən xallar arasının 20-dən böyük olması hadisəsinin ehtimalı. 2 zəri birincisi bircə atanda məxrəc olur 36. 2 zəri gördüksə məxrəc 36-dır. Xallar arasının 20-dən böyük olması üçün nə olmalıdır? Gəlin baxaq. İlk 20-dən böyüklər gəlin tək-tək sayaq. Biri nəyəsə vuranda onsa 20-dən böyük alınmır. Yəni 1 vur 2, 1 vur 3, 1 vur 4, 5, 6. Yəni biri nəyəsə vurdun, yəni 20-ni keçmir. 2-ni 6-ya vurarıq, maksimum 12 eləyəcək, o da 20-ni keçməyəcək. 3-ü 6-ya vurarıq, 18 eləyəcək, yenə keçməyəcək, artıq 4-dən davam eləyərik. Misal üçün, bizə nə deyir? 20-dən böyük olması, 20-yə bərabər də olması. Yəni, 4-ü 5-ə vursam 20 eləyir, amma 4-ü 6-ya vuranda tam ödəyir. 4-ü 6 varsa, 6 4 də var. Sonra keçir 5-ə. 5-i 5-ə vursaq, 25, 20-ni keçər. 5-i 6-ya vursaq, 30, 6-ını 5-ə vursaq, 30. Deməli, 36 aldan 5 dənəsində 20-dən böyük alınır. Bir də unutmuşam. 6-ını 6-ya da vuranda 20-dən böyük alınır. Başqa hər hansı bir hal varmı? Məncə yoxdur. 4, 4, 16, 4, 5, 20 olur, 5, 4, 20 olur, 4, 6, 6, 4, 5, 5, 6, 6, bunlardır məncə. 36, 6 da edir, 6-da 1. Və son sual. Bir funksiyanın koordinat oxları ilə kəsmə nöqtəsinin koordinatlarını tapın və onun qrafikini qurun. Koordinat oxları ilə deyəndə, yəni x və yaxud da y oxundan kəsişməsi nəzərdə tutur. Əgər ki, x oxu ilə kəsişərsə, y 0 olur. Y 0 olur. Y oxundan da kəsişsə, x 0 olur. İki halda yoxlayaq. X-i 0 qoysaq nə olar? 2 vur 0 çıxaltı olar, -6. Düzdürmü? X-i 0 qoyanda -6 olur. Yaxşı, bəs y-ə 0 qoysaq, yəni bu y deməkdə. Buna 0 qoysaq nə olar?
Mənfi 6-nı atarsan bir yana 2x, x nə düşür? 3. Yəni bu da olur 3. İndi gəl o koordinatları bir dənə qrafikdə göstərək. Elə bir 0 mənfi 6 nə deməkdir? Yəni x-i 0-dır, y-i mənfi 6-dır. 2, 3, 4, 5, mənfi 6. Nöqtə buradır. Bildiniz, y oxu üzərində x-i 0-dır, y-də mənfi 6-dır. X oxu üzərində belə deyək, y 0 olur. Ona görə y-in 0 olduğu yer buradır. X isə 3-dür burada, gördüyünüz kimi. Bir daha deyirəm, y burada 0-dır. Çünki x oxu üzərindədirsə, y 0 olur. İndi bizə nə soruşur? Deyir ki, tapın və koordinatları tapın, kəsmə nöqtəsinin koordinatları və bunları tapdıq və qrafiki qurun. Qrafik əslində belə olur, yəni biraz daha uzantılı bir şey olur. Qurduq. Mən elə bildim sayəsini soruşacaq açığı. Sonra gördüm ki, belədir. Bu qədər. İnşallah ki, hər şey aydındır. İnşallah davam edəcək. Mümkün qədər yenə videolar çəkərik. Çox sağ olun. Gecəniz xeyrə. Bir dənə çıxmazsız yayıma baxaram görüm. Kimlər qoşulub, qoşulmayıb. Yayım dayandı. Şeydən siz.